Ən yaxşı ixtisaslar deməzdim. Bu yəni insana görə dəyişir. Mənə görə biznes fakültələri, maliyyə, ekonomika bunlar daha yaxşıdır. Başqa tələbəyə görə IT sahəsi daha maraqlıdır. Yəni bunu net demək doğru olmaz deyə düşünürəm. Amma bu gün məsələn bazar tələbatına uyğun olaraq maliyyə ixtisaslarıdır, biznesdir. Bu tip ixtisaslar bu gün Azərbaycanın tələbələr daha çox İngiltərə universitetlərinə və Dubayda yerləşən İngiltərə universitetlərinə üst tuturlar. IT sahəsi də İngiltərədə çox yaxşı inkişaf edib. Yəni bu statistika da bunu göstərir. Amma IT sahəsində məsələn tələbələr Estoniyada da təhsil almağa üstünlük verirlər, Amerikada da üstünlük verirlər. Bundan əlavə hüquq təhsili. Hüquq təhsili biraz bizdə problemdir. Yəni problem dedim, əslində problem deyil. Bəzi insanlar düşünür ki, xaricdə oxuduqları hüquq təhsili Azərbaycanda tanınmır, amma tanınır. Sadəcə tanınma proseduru biraz daha fərqlidir. Və buna görə bəzən tələbələr hüquq ixtisasını oxumaq istəsələr belə xaricdə düşünürlər ki, Azərbaycanda tanınmayacaq, ona görə fikirlərindən dönürlər. Amma mən deyərdim ki, yəni kimsə hüquq oxumaq istəyirsə, yəni bu sahədə öz karyerasını görürsə, yəni xaricdə də oxuya bilər və o diplomları Azərbaycanda tanıda bilir. Təbii ki, diplom akkreditasiyalı bir universitetdən alınıbsa və tanınan bir universitetdən alınıbsa.